Həzm orqanları, qidanın həzmi. 1. Yetkin insan kəlləsinin alt çənə sümüyündə normal halda neçə diş yuvası olur? Alt çənədə 16, üst çənədə 16 diş yuvası olur. 2. Həzm sisteminin hansı şöbəsində orqanizmə daxil olmuş suyun əsas hissəsinin sorulması baş verir? Bu, yoğun bağırsaqda baş verir. 3. Həzm sisteminin hansı strukturları qidanı yalnız fiziki dəyişikliyə uğradır? Bu dişlərdir. Dişlər mexaniki həzmdə iştirak edir. 4. Yetkin insanın ağzında maksimum neçə böyük azı dişləri vardır? Böyük azı dişlərinin sayı 12. 5-ci sual. Yetkin insanın ağzında maksimum neçə kiçik azı dişləri vardır? Kiçik azı dişlərin sayı 8-dir. Y variantı. 6-cı suala baxırıq. Yetkin insanın ağzında maksimum neçə kəsici diş var? Kəsici dişlərin sayı da 8-dir. Həzm kanalının hansı hissəsi xlorid turşusunu əmələ gətirir? Mədədə xlorid turşusu olur. Ağız suyu vəzlərinin fəaliyyətini tənzimləyən mərkəz uzunsov beyindədir. Həzm kanalının hansı şöbəsində xovlar var? Nazik bağırsağın hər kvadrat santimetrində 2500 xov vardır. 10. Öd hansı orqanda sintez olunur? Ödü sintez edən qaraciyərdir. Karbohidratların parçalanması insanın həzm sisteminin hansı şöbəsində başlayır? Ağız boşluğunda başlayır. 12. İnsanda həzm prosesi və maddələr mübadiləsi nə cür tənzim olunur? Sinir və humoral yolla. A variantı. Yetkin insanın normal halda üst çənəsinin sağ yarısında neçə azı dişi var? Azı dişlərinin ümumi sayı 8 kiçik azıdır, 12 böyük azı, 20-dir. Bunun 10'u üst çənədədir, 10'u alt çənədə. Üst çənənin sağ hissəsi dediyinə görə 5 dənə azı dişi var. İnsanda öd hansı orqanda sintez olunur? Qaraciyərdə sintez olunur, amma burada qaraciyər verilməyib. Sirroz xəstəliyi əmələ gələn orqan elə qaraciyərdir. E variantı. İnsanda 12 barmaq bağırsaqda ödün təsiri ilə fəallaşan fermentlər harda sintez olunur? Mədəaltı vəzidə. İnsanda bağırsaq xovlarının divarının səthi hansı toxumadır? Bir qatlı epitel toxumasıdır. A variantı. 17. Yetkin insanda normada hansı dişlər bərabər sayda ola bilər? Köpək dişləri də 4-dür, ağıl dişləri də 4-dür. B variantı. Yaşlı insanda normada sayı ən az olan dişlərin miqdarı hansından 3 dəfə azdır? Sayı ən az olan köpək dişidir, sayı 4-dür. Ondan 3 dəfə çox, yəni 12 olan böyük azı dişidir. Cavab E variantı. Hansılar həzm vəzlərinə aiddir? Məsələn, A-da cinsiyyət vəzisi olmaz, B-də süd vəzisi olmaz, C-də hipofiz olmaz. D variantı tüpürcək, mədə, mədəaltı, bağırsaq vəzləri, bəli, D variantı düzdür. 20. İnsanın həzm sistemi orqanının xəstəliyidir. Sirroz, bəli, qaraciyər xəstəliyidir. 21. Sirroz hansı orqanın sisteminin xəstəliyidir? Həzm sistemi orqanının xəstəliyidir. A variantı. 22. Yetkin sağlam insanın alt çənəsində bilavasitə bir dişlə qonşu olan dişlərin sayı, bu demək ağıl dişləridir. Alt çənədə 2 ağıl dişi var, demək A2-dir. Öz diş qrupu ilə qonşu olmayan dişlərin sayı, bu köpək dişləridir. Alt çənədə də 2 köpək dişi var. Demək 2 üstə 2 eləyir 4. 23. Aşağıda göstərilən maddələrdən hansıları həzm olunmadan mənimsənilir? Həzm olunmadan mənimsənilən bir vitaminlərdir, mineral duzlardır. 2, demək 3 A variantı.
Həzm kanalından kənarda yerləşən, lakin axarları həzm kanalına açılan qarışıq sekresiya vəzisini göstərir. Mədə-altı vəzi C variantı. Şəkildə mədə hansı rəqəmlə göstərilmişdir? Mədə 3 rəqəmi ilə göstərilib. Şəkildə 12 barmaq bağırsaq 4 rəqəmi ilə göstərilib. 27. Həzm sisteminə aid verilmiş şəklə əsasən doğru ifadəni müəyyən edin. A. 3-də insulin və glikogen hormonları sintez edir. 3 mədə-altı vəzidir. İnsulin düzdür, amma glikogen hormon deyil, glukagon olmalı idi. Ona görə A səhvdir. B-yə baxırıq. 1 ən iri daxili sekresiya vəzisidir. 1 qaraciyərdir. Qaraciyər ən iri xarici sekresiya vəzisidir. Bu da səhvdir. C-yə baxırıq. 2-də polisaxaridləri parçalaya bilmir. 2 mədədir. Mədədə polisaxaridlər parçalanmır. Bu düzdür. C variantı burada düzdür. Daha doğrusu C-ni nişanlayaq. 28. Həzm kanalının hansı şöbəsinin divarı üzvü maddələrin parçalama məhsullarının sorulması prosesi üçün daha çox uyğunlaşmışdır? Nazik bağırsaq, çünki orada xovlar var. Karbohidratlar, zülallar, yağlar, nuklein turşuları oradan parçalanır, sorulur. 29. İri həzm vəzləri həzm kanalı ilə necə birləşiblər? Həzm vəzlərinin axarları var və onlar həzm kanalına açılır. E variantı. Həzm sisteminin hansı şöbəsinin səthinin sahəsi daha böyükdür? Yenə nazik bağırsağın, çünki orada hər kvadrat santimetrdə 2500 xov var. 31. Yetkin insan normal halda üst çənəsinin sağ yarısında neçə diş var? Üst çənədə 16 diş var. Sağ yarısına 8 düşür. 32. Mədə-altı vəzinin hazırladığı həzm fermentləri verilən qida maddələrindən hansılarına təsir edir? Mədə-altı vəzinin fermentləri, məsələn, saxaroza, karbohidratdır. Amilaza fermenti buna təsir eləyəcək. Biri götürürük. Zülala təsir eləyən tripsin var, götürürük. Vitaminlər demək, parçalanmadan sorulur. Glukoza zaten parçalanıb. Yağ da parçalanacaq lipaza fermentinin iştirakı ilə 1, 2, 5 D variantı. Mədə-altı vəzin və qaraciyərin axarları həzm kanalının hansı şöbəsinə açılır? Bu açılır nazik bağırsağa. Appendix hansı hissənin çıxıntısıdır? Appendix kör bağırsağın çıxıntısıdır. 35. İnsanda həzm kanalının hansı şöbəsində zülalların parçalanması başlayır? Zülallar ilk olaraq mədədə parçalanır. İnsan həzm sisteminin hansı şöbəsində süd yağlarını həzmə uğrayır? Süd yağları da mədədə parçalanır ilk olaraq. Həzm kanalının hansı şöbəsində olan bakteriyalar bəzi vitaminlərin sintezində iştirak edir? Yoğun bağırsaqda bağırsaq çöpü bakteriyalar yaşayır. Onlar K və B vitaminlərinin sintezində iştirak edir. Həzm prosesi zamanı əmələ gələn zərərli maddələrin əsas hissəsi harada zərərsizləşdirilir? Bu qaraciyərdədir. Həzm kanalının hansı şöbəsində zülallar, yağlar və karbohidratlar fermentlərin təsiri ilə parçalanır? Nazik bağırsaqda bu hər üç qida maddələri parçalanır. Bağırsaq xovlarından hansı damarlar çıxır? Bağırsaq xovlarından bir vena damarları, bir də limfa damarları olur orada. A variantı. İnsan mədə şirəsi haqqında düzgün olmayanı göstərin. A. Tərkibində selik xlorid turşusu ferment var. B. Yalnız turş mühiti təsir göstərir. Bəli, mədənin mühiti turşdur. C. Karbohidratları parçalanmır. Bəli, mədədə karbohidratlar parçalanmır. D. Yalnız zülalları parçalayır. Bu səhvdir, çünki mədədə həmçinin süd yağları da parçalanır. 42. İnsan orqanizmində üzvü maddələrin həzm olunması əsasən hansı orqanda başa çatır? Demək olar ki, nazik bağırsaqda başa çatır. Nazik bağırsağın xovlarının fəaliyyətinin azalması nəticəsində aşağıdakılardan hansısı baş verə bilər? A. Həzm olunmuş qida qana kifayət qədər sorulmaz. Bəli, xovlardan sorulur qana. 44. 16 yaşlı yeniyetmənin ağzında normalda maksimum neçə diş olur?
28 diş olur. 16 yaşdan sonra ağıl dişləri də çıxır. Say 32 olur. Aşağıdakı cərgələrdən hansında insandakı həzm sistemi şöbələrinin düzgün ardıcıllığı A-da ağız boşluğu, udlaq, mədə qida borusu, xeyr, qida borusu mədədən öndədir. B-də ağız boşluğu, qida borusu, udlaq, bu da səhvdir, udlaq qida borusundan öndədir. C-də ağız boşluğu, udlaq, qida borusu, mədə, nazik bağırsaq, yoğun bağırsaq, anus, bəli, C variantı düzdür. Turş mühitdə hansı yağ həzm olunur? Turş mühit mədədir, mədədə süd yağı həll olunur. Hansı mədalatı vəz haqqında yanlışdır? A. Karbohidrat mübadiləsinin tənzimlənməsində iştirak eləyir. Bəli, çünki onun insulin, qlikagon hormonu var. Həmçinin amilaza fermenti karbohidrat mübadiləsində iştirak eləyir. B. İfraz etdiyi fermentlər yağ, sular, karbohidratları parçalayır. Düzdür. Axacağı 12 barmaq bağırsağı açılır. Düzdür. Qarışıq vəzidir. Bəli. Karbohidrat mübadiləsində yalnız xarici sekresiya vəzi kimi fəaliyyət göstərir. Xeyr, qarışıq vəzi kimi fəaliyyət göstərir. Çünki onun insulin, qlikagon hormonları daxili sekretor hissəyə aiddir. 48. İnsanın diş aparatında neçə süd dişi var? Süd dişlərinin sayı 20-dir. 49. Mədəaltı vəzi fermentləri həzm kanalının hansı şöbəsində hansı maddənin təsirindən sonra fəallaşır? Demək, 12 barmaq bağırsağı açılır, ödün təsirindən fəallaşır. 50. Yaşlı insanın daimi dişlərinin sayının ağıl dişləri çıxmamış yeniyetmənin daimi dişlərinin sayına nisbəti. Demək, yetkin insanda 32 diş var, ağıl dişləri çıxmamış insanda 28. 32-nin 28-ə nisbəti hər tərəfi 4-ə bölsək, 32-ni 4-ə böləndə 8, 28-i 4-ə böləndə 7. Demək, 8-in 7 nisbəti kimi götürə bilərik. Demək, bu da eləyir A variantı.